Bugün biz avtomobilin sunroofunun, yəni lükunun təmizliyini eləyəcəyik. Yəni özünüz də eləyə bilərsiniz. Yəni qeyri-adi bir istedad, qeyri-adi bir bacarıq tələb olunmur. İlk əvvəl yoxlamaq üçün həmin kanala su tökürük. Tökdüyümüz hissəyə fikir verin. Bax bu hissəyə tökürük. Və kanallara fikir verin. Buradan su axır. Deməli kanal açıqdır. Və bunun bir kanalı da bunun arxasındadır. Baxın. Buradan da eynən su tökülməlidir yerə və eyni zamanda bunu hansısa da ağıllı usta bura qoyub. Əslinə qalanda bunun yeri buradadır. Ne bilmirəm, daha dəqiq görə bilirsiniz ya yox, buradadır. Yəni buradan damcı tökülür düz bura. İndi bunu təmizləmək üçün ilk əvvəl əlinizdə belə qeyri-adi bir şeylər lazım deyil. Bir dənə fırça. Yəni yaxşı olar ki, bu ucu plastik olan fırçalar olsun, çünki boya hissəsinə toxunanda cızıb eləməsin bu hissələri. Ona görə ən yaxşısı plastik uclu fırçalar lazımdır. Və bir də çalışın ki, bu tavan döşəməsinə, yəni bu döşəməyə, bu hissəyə su dəyməsin. Su dəydikcə bu hissə qabarır. Ona görə də çalışın ki, bu hissələrə su dəyməsin. İlk əvvəldə bu hissələrin tozunu, çirkini, yarpaq qırıntılarını əlinizlə çıxardın ki, su tökəndə bura, o gedib kanalı həmin tozlar tutmasın. İstəyirsiniz yoxlayanda, istəyirsiniz təmizləyəndə. İlk əvvəl əlinizlə bu hissələri maksimum təmizləyin ki, o buradan kanala çirkli və yaxud da ona tıxayacaq bir şeylər tökülməsin. Belə bir əskini götürün, silin. Maksimum bacardığınız əlinizin gələcəyi yerlərə qədər silin. Bu kanal tutulsa nə olacaq? Bu kanal tutulsa tavan şişməyə başlayacaq. Su girəcək salonun içinə. Müəyyən yerlərdə çürümə əmələ gələcək. Yəni bunu mütəmadi özünüz də edə bilərsiniz. Yəni qeyri-adi bir istedad, bacarıq tələb olunmur buna. İndi mənim əlimdə bu təmizləyicilərdən var. Bu sunroofu, yəni lüku təmizləmək üçün xüsusi vasitələr olur. Yəni onlardan ala bilərsiniz. İndi bu ona uyğun bir şey deyil, amma ki indi əlimdə bu var deyə bunu istifadə edirəm. Amma başqa vaxt siz buna uyğun yağlayıcı təmizləyicilər var. Ondan istifadə edə bilərsiniz. Bir də buna diqqət edin. Çalışın bu istər plastik olsun, istər dəmir olsun bu hissəsi dəmirə toxunmasın da, yəni kaskana ata bilər, cıza bilər. Bu hissəsinin dəmir olmağı su dəydikcə bunlar paslanır. Yəni pasta istər-istəməz bura və yaxud da ki müəyyən yerlərə tökülür bunun pası. Ona görə plasmas olmağı daha məqsədə uyğundur. Deməli neynədim? İlk əvvəl bu hissənin, yəni bu su tökülən hissənin tozunu maksimum dərəcədə götürdüm ki, bu toz su ilə və yaxud da hər hansı bir vasitə ilə kanalları tutmasın. Daha sonra isə yoxlamaq üçün su əlavə elədim. İndi arxa tərəfə də baxaq.
Düzdür, qabaq tərəflərdən, istər bu tərəfdən, istər bu tərəfdən su gedir. Bu tərəfdən də su gedir. Damcılara yəqin fikir verərsiniz. Yəni su damcıları var burada. İndi bu hissəni çıxardıq. Buradan su gəlmir. İndi hər ehtimala qarşı düzdür. Maşının qabaq hissəsi aşağıdır. Arxa hissə yuxarı olduğuna görə qismən sonra çata bilməz. Amma hər ehtimala qarşı yoxlamaq lazımdır. Avtomobilin bu hissəsindən su axmağını görmək üçün buranı bağladım. Çünki nəyə görə bu hissədən zəif axır? Maşının qabaq hissəsi aşağıdır. Bu hissəsi yuxarıdır. İstər-istəməz bura su çatmır. Ona görə ya dik bir yerdə yoxlaya bilərsiniz. Mən isə bu hissəni saxladım. Yəni bu qabaq hissəyə tökülən kanalı qabağını kəsdim. İndi suyu tökürəm buradan. Kanal açıqdır. Kanal açıqdır. Eynilə bu tərəfdə də açıqdır. Bu tərəfdə də açıqdır. İndi bunu yerinə qoyacağım. Hansısa ağıllı usta bunu götürüb bura qoyub. Deməli, buraları təmizlədik, sildik, quruladıq. İndi isə bununla da təmizləyəcəyik. Bura yağ, tozu çəkən hər hansı bir məhsulu vurmayın. O tozu çəkəcək, burada qalacaq. Su təxliyəsi düzgün olmayacaq, qalacaq burada. Ona görə buna uyğun olan, yəni yağlasa da belə tozu çəkib öz canına saxlamayan və yaxud da ki, kiri öz canında tutmayan kimyəvi maddələrdən istifadə edin. Lükun təmizliyi artıq bitdi. Videonun sonuna qədər izlədiyiniz üçün, like edib abunə olduğunuz üçün ayrıca təşəkkürümü bildirirəm.